Gəlin belə bir sualın izahına baxaq. Bizə verilib ki, üçbucağın iki tərəfi 2 və 5 olarsa, üçüncü tərəfinin ən kiçik tam qiymətini tapın. Biz də bilməliyik ki, üçbucağın üçüncü tərəfi iki tərəfin cəmindən kiçik, fərqinin modulundan böyük olmalıdır. Gəlin bunu düstur şəklində yazaq. A çıxılsın B modulda kiçikdir x kiçikdir A plus B. AB üçbucağın məlum iki tərəfidir, x da üçüncü tərəfdir. İndi bu verilənləri bu düstura tətbiq edək. 2 çıxılsın 5 modulda kiçikdir x kiçikdir 2 plus 5. 2 çıxılsın 5 modulda 3 verir bizə. Kiçikdir x kiçikdir 2 plus 5 7. X buradan 4, 5 və 6 qiymətlərini ala bilər. Və bizdən də üçbucağın üçüncü tərəfinin ən kiçik tam qiymətini istəyir. Bu da x bərabərdir 4. Variant olaraq C variantı.